Fövqəladə Hallar Nazirliyi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin nəvəsi və eyni zamanda millət vəkili Əlabbas Salahzadənin oğlu 2002-ci il təvəllüdlü Həsən Salahzadənin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi İstiqlaliyyət küçəsi giriş 211 ünvanında inşa olunan obyektin istismarına icazə verib. Yenavaz.com-un əldə etdiyi məlumata görə istismarda icazə verilən obyekt 3 binadan ibarətdir. Ümumi sahəsi 1286,45 kvadrat metr olan binalardan İkisi 2, biri isə 1 mərtəbədən ibarətdir. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi qeyri-yaşayış binalarına 19 dekabr 2025-ci il tarixli istismara hazırlıq rəyi verib. Onu da bildirək ki, təxminən bir ay əvvəl Fövqəladə Hallar Nazirliyi Allahşükür Paşazadənin qızı və eyni zamanda millət vəkili Əlabbas Salahzadənin həyat yoldaşı olan Xatirə Salahzadənin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Zuğulba prospekti giriş 258A ünvanında inşa olunan 77,8 kvadrat metr yaşayış obyektinin də istismarına icazə verib. Bundan başqa Fövqəladə Hallar Nazirliyi ötən ay Həsən Salahzadəyə məxsus Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi İstiqlaliyyət küçəsi giriş 177 ünvanında yerləşən daha bir obyektin istismarına icazə verib.